bi. A. Tərləmi. Bir dənə İsmail o səslə hə denə. Yox, Kuka səsinə. Sən baratdan danışsan. O eləyərsən ondan da bu bölüm. Bəs səsləri hər şey okeydir. Bir. Tərləmi. Hə, vəsə. Salam əziz tamaşaçılar. Kuklaxananın yeni buraxılışına xoş gəlmisiniz. Necəsiz? Yaxşıyam, çox sağ olun. Siz necəsiz? Yaxşı, tərləmi. Yaxşı olasınız. Necə keçib ötən bölümdən bu yana günləriniz? Oxuyub öyrənmisinizmi? Nə deyirsən? Hoppa. Nə deyirsən? Tərləmi. Dümbələk. Dümbələk. Bu nə deməkdir ki, tərləmi? O pis söz deyil. Yəni demək olar. Elə sözlər deyə bilərik. Onun adı Dumbidir də. Dumbinin uzadı Dumbilək. Sən ilk bölümlər biraz ehtiyatlı danışırdın. İndi açıb buraxmısan. Nəyi açıb buraxmışam? Tüvü. Nə deyirsən? Baş aşağı sal. Danışmıyorsun. Hə. Tərləmi. Haycan. Mən sizdən ötürü darıxmışam, tərləmi. Oradan. Mən səni sevirəm kələmə. Sən sakit deyən. Baş aşağı sal. Baş olmaz. Tərbiyəsiz. Hə, Ronaldinho buyur. Heç nə dedim, darıxmışam sizə. Hə, sən özü keçən bölüm çox ağıllı. Bizi komissiyanın yanında həqiqətən ən yaxşı sən təmsil edin. Bütün suallarına cavab verdin. Yes. Ona görə də sən belə deyim də mən bu hərəkətini qiymətləndirirəm, yüksək qiymətləndirirəm. Ən pis aramızda Dumbidir. Ən pis, ən axırıncı adamsan. Pasletli adam. Ay sağ ol. Hə, özün haqqında dedim bunu. Tərləmi. Həcən. Necə dəyərləndirəcəksiniz? Baxaraq da indi verilişin gedişatından ona Yapışasınız. Ey. Yox. Yox, zarafatsız həqiqətən. Ya demirsən. Bir yerdə olmaq, yapışmaq belə. Yenə kurtarma deyil. Düz deyir, hə. Yox da, tərləmi siz. Sən niyə sakit yanmırsan? Səninlə necə yapışıqsınız? Tərləmi, yerim yamanlara. Hə, yerivə itəliyimi. Narahatsız hə. Yerivə itəliyimi. Qolun da belə qəribə yanır. Bəs sən... Ayv olsun. Tərləmi, bugün nağıl danışırsan. Əlbəttə ki. Mən sizin nağılsız qoymuşam, evet. Aha. Heç nədən nağıl danış. Danışacağım, narahat olma. Gözləyin, hələ bir danışın görək sizin keçən həftələriniz necə keçib? Hətta keçir də. Nə qışqırırsan ki? Qışqırmıram, belə canlı deyirəm də. Nədir, yemək yeməmişsiniz də deyəsən, səsiniz çıxmır. Tərləmi, Həcəm. biz keçən dəfə məktəbdə inşa yazdıq. Məktəb dediyim, yəni böyüklər üçün məktəb. Yay tətilini necə keçirdik? Siz yay tətilini keçirtmisiniz, necə keçirtmisiniz? Mən yay tətilini yaxşı keçirirəm. Belə yazmısınız inşaada? Hə, mən nətər yazırdım? Mən necə Mən inşa yazmıram, axı mən inşaları yoxlayıram. Uşaq vaxtı necə yazmısınız? Hə, uşaq vaxtı. Yazmıram, nə bilim. vaxtı. Nə deyirsən? Hoppa. Mən yay tətilimdə nə bilim yazırdım da bir şeylər. Kənddə çıxdıq, Dedik alça də oradan yığdıq, nə bilim, nə elədik, uşaqlarla getdik. Top oynadıq, belə şeylər. Top tərləmi. Top. Mən yazırdım yəni. Top dedim. Siz nə yazırsınız bəs? Tərləmi, yaxşı inşa yaza bilmirik o vaxt. Niyə? Yay tətilini necə keçirmək olar? Bəs inşa kitabından alıb köçürdüyünüz olur? Mən bir dənə inşanı köçürtmüşəm. Sən bilərsən onun adını. İnşa kitabı var deyə bir dənə alıb köçürdürdün. Tərləmi, mən də olmur belə şey. Adını eşidirdim, amma eləmirdik. Yalan danışma, qurtarmısan onu. Tərləmi, bu peti var. Vallahi nə deyir ki, axırı kimi? Tərləmi, bu peti var 100%. O nədir? Ona sözdür. Elə söz demə. Sən də sərdən sakit yanmısan, ona görə elə dedi də. Neyniyim mi? Dombal eləyim mi? Ey. Biraz da belə danışsan, gözünü pis əyildi. Biraz da belə danışsan, Ronaldinho, sənin haqqında böyük ölçü götürəcəm. Of, neyniyəsən ki böyük ölçü? Niyə ona böyük ölçü Yəni dedin ki, ki? daha doğrusu yox da, mən ada demədim. Tərbiyəsiz hər şey yazmayın da. Yəni ki, ciddi ölçü götürəcəm sənin haqqında. Of, Tərləmi, biz tərbiyəsizik, sən bizi yəni normaya salmalısan da. Sən Bildim, başa düşdüm ya, axı bildim ya. Yəni siz də axı üçünüz birdən, siz çoxsuz, mən təkəm də. Sən də işin budur da. Əslində sən bizlə aqressiv danışmasan, biz çox sakit, ağıllı uşaqlarıq. Yaxşı, mən sizinlə birinci aqressiv danışmıram. Yaxşı yerə bax. Bax görsən, İndi yaxşı bir dənə dayan. Dedi indi sən indi onu izah elə ki, bunu demək olmaz. Elə söz işlətmək olmaz Ronaldinho. Siz kimsiz Tərlan məsləhət verirsiniz? Tərlan bir özünə yiyə dura bilmir axı ki. Tərlan əmi özünə yiyə durur. Nətər nə gic nəyə qışqırır? Sən qayıdıb deyəndən sonraki başını dişlə. Nə etməli Tərlan əmi? Mən elə şey demirəm. Yəni ki, bayaqlarım ona oxşayan bir söz dedi. Özünə yiyə durur. Bu xasalarsan ya. Ey. Bir də budur. Yox.
Eləmə. Eləmə dedim sənə. Ürmü salon qoyma da eləsin. Nətər qoymayım? Yəni bir əlini tut onun. Əlini tutun. Hə. Tut da, Mürsəl. Tərlan əmi. Hacım. Mən bu bölüb ora keçə bilərəm. Xeyr, sən heç bir bölüm ora keçəməzsən. Niyə ki? Olmaz. Ay Dumbi, sən bir gün bura keçsən, sən Yox. Yox. Bir də get onu izah elə ki, mən yeni dedim. Elə sözlər demək olmaz. Bağışlayın. Hə, məsəl bir dənə də bu veriliş uşaqlar üçün deyil falan o Bu sən. elə uşaqlar üçün deyil. Uşaqlığını yaşaya bilməmiş böyüklər üçündür. Nə Bir sən də- bısıdı var Əla ya, dedim, səs əla zad dedim. çıxmır. Bir də ki, Kulaxananın ekskluziv bölümləri artıq Kinoboxda yayımlanacaq. Bəs Nigar Camal olacaq o ekskluziv bölümlərdə? Nə bilim, Nigar Camalın özü girib yazsın bunun altına ki, mən gələcəm ya da gəlməyəcəm. Bu uşaqlar valla Bizim gözləri gələcəyimizdir. yolda qalıb neçə vaxtdır. Görə sənin gözün yolda qalmayıb, Mənim Tərlan əmi. xeyr, mənim gözüm niyə yolda qalsın ki? Qonaqdır. Bizə məsələn Yusif əmi gəldi, Vüsal əmi gəldi. Vüsal əmi də Yusuf əmi. Hə, Yusuf əmi gəldi, biz onu qonaq kimi burada. Mən heç fərqi yoxdur qonağın kim olmağa. Siz Tərlan çox əmi, istəyirsiniz. Haydi. sən belə deyirsən. Hı. Sən heç də olmadı da o şlankı mənə dağıdırdı aşağıda. Tərlan əmi, Rahat otura Həcə. bilmirdi. çox dəqiqə. Soxdur isti peçvə. Həcəm. İzləyicilər qərar verə bilmir. Bəziləri deyir ki, çox söyürsüz. Söyüş söyməndə də deyirlər ki, söyüş söyün. Sən izləyicilərə baxma da, söymək pis şeydir. Söyləyin. Heç biriniz söyləyin. Onda son dəfə söyə bilərəm. Yox, olmaz. Bu nə idi ki? Əsəbləşdirir də çünki məni. Sən niyə vəbşi belə şey edirsən ki, onların tərbiyəsiz sözlərini tərəfini Tərlan əmi, saxlayırsan? bir dənə şey dedim də niyə düşdün axı üstümə? Çünki burada sən mənim sinif qonumsan axı. Tərlan əmi, Hacım. sən bir köklü tədrisi deyilsən. Elə oldu. Çünki Elə oldu. Elə oldu. ancaq qışqırırsan. Sən də Bir normal münasibət Dumbu bilet. göstərmirsən. Nə danışsan hə Tərlan haqqında? Tərlan əmi. Aa, Tərlan əmi, Hə. Ronaldinho girir sənə. Nə eləyir? Girir Ronaldinho. Yağlı gəlir. Görsən necə hisdir? Ya. Tərlan əmi, Eləməyin. Hacım. üzr istəyirəm. Yox, O mən da girir. yaxşı. Amma eləmə də, Yaxşı, yaxşı. eləmə. Belə şeylər eləmə. Üzr Uşaq istəyirəm. deyilsən, sənin 18 yaşın olub. Ya bir indi sən Böyümüsən. mənə Tərlan böyüsən. əmi, Ya, okey də. Əsl. Üzr istəyirəm. Gediləsi yaşdadır. Yox da, yox. Hara gediləsi yaşdadır? Tülə. Elə bildiniz başqa Yox. söz deyəcək. Tərbiyəsiz. Arxasına. Ey. Tərlan Hacım. Evdə deməsinlər. Elə deməyəcəm, amma ağzını tutmusan Evdə bax. baxırlar, Bax. yəni bu görürlər, deyirlər, niyə elə deyirlər? Zarafatsız. Niyə tutmusan ki? Çünki ağzından pis sözlər çıxardır. Bəlkə o ağzını dolduraq, onun Tərlan əmi danışa bilməsin. Səmətlə doldurar. Yox, Hə, nəylə? Mürsə, ağzı belə doldu. Tərlan əmi sən Hə. ağzını tut, mən də s***ni tutum. Yox. Elə sözlər işlətməyin. Aşkım, Bəs də tərbiyəsiz sözlər işlətməyin. Xahiş edirəm, nə olar? Yalvarıram sizə, nə olar? Bir dənə oturaq bu bölüm, bir dənə pis sözsüz bölüm çəkək də, nə olar? mənim maraqlı məlumatım var. Ver maraqlı məlumatı ver. Deməli, Mhm. Rusiya belə bir qərar qəbul edibdi ki, Şey, ölkəyə 14 santımdan balaca bananları buraxmayacaqlar. hə, bilirəm. Bu nə deməkdir ki, Yəni yəqin ki, balaca bananlar çox belə deyim də, insanlar tərəfindən çox seçilmir deyə. balaca bananlar əsas dadıdır da, o nə deməkdir? Tərlaymi, Orası elədir amma Balaca banan var, Tərlaymi. məndə yox. Sən balaca banan sevirsən. Yox, mən Böyük banan Sevirsən, sevirsən. sevirsən. Mən də deyirəm birinci məndən niyə xoşun gəlirdi. Deyəndə cavab vermə, gülürsən. yəni mən banan yeyəcəmsə, əgər istəyirəm ki, böyük olsun ki. Yox, elə yox. Doyum da yəni, doyum deyə. Tərlaymi doyurduracaq. Hə, Doymursansa 2 dənə balaca banan ye də. o da olar əslində. Hə, yana. hansı da eyni şeydir. Bəs Yan yana yox. Sən banan yeyəndə 2 əlindən tutursan. Bananı yox, tək əllə yeyirəm. Bananı. Siz Tərlaymi. bananı necə yeyirsiniz? Banan abi. Məsələn, Ronaldinho sən bananı necə yeyirsən? Niyə elə vurğulu? Nə vurğulu edirsiniz ki? demirəm ki, banana deyirəm necə yeyirsən? Əgər öz bananımı deyirsinizsə Tərlaymi, Aha. mən Banana. yemirəm. Yedizdirirəm. Yox, banan elə bil ki alınır. Hə, Evdə banan var. hə. O nətər yeyirsən o bananı? Bana qalanda qaralır özdə. Hə, bilirəm. Görürsən, bunda qaralır. Yaxşı, mən tərbiyəsiz danışma. Bu çox pis tərbiyəsiz mövzular. Sən bizi sakitləşdirmək üçün bir dənə nağıl partla de. Partadaram, yaxşı, danışaram indi. Partla de qazanalım. Hə. Tərlaymi nə deyib bananımı verim, nə istəyirsən? Yox, Hə, yəni necə gerir? dedik yəni banan. Sənə necə girsin yeyirsiz? banan al. Sən necə banan xoşlayırsan? Mürsəl. Tərlaymi. Mən Hə. Qara deyiləm. normal sveji.
Sveji banan. Hə. Özün də svejsən ha. Ey, 32 yaşı var ha onun. Nə sveji? Onun da yaşına itəliyim. Yox. Ağzıma bax, üzürsən, çox üzürsən, çox istəyirəm. Bəs badımcan xoşlayırsan Yox, tərləmirsən. badımca xaçlama. Bir dənə yemək var həftə bircə. Hə. Zəhləm gedir ondan mənim. Yəni siz xoşlayan var badımcan aranızdan? Tərlayımı, əcnəbiyəm deyə yeməmişəm. Bəs nə yemisən? Yeməmişsən qaz əti. Sən ancaq banan yemisən Badımcan deyəsən. yedirdik. İstəyirsən Ronaldinho. badımcan. Badımcan soxoza. Yox, Mürsə, mən badımcan sevmirəm. Banan sevərsən, sənin coğrafiyanda banan da. Tərlayımı, deyirsən bayaqları içinizə yerləşdirdim deyə abişlik qalmısınız. Bananı? Misal, Mürsə? Mürsə, sən başı getdi ha bunun. Lox eləyib. Mən pulası eləyim. yox. Olsun mən sən Elə talanı eləyirəm varam. mən. Yəni deyirəm ki, Gir, elə gir, demirəm. gir. Gedim jurnal gətirim. Girmə saatlarına gətir, xoş gəlmisiniz. gətir. Mən ora gedim onda. Sən Getdi axı. heç vaxt ora gedə bilməyəsən. Ağzınıza O qədər də yox da dal. Tərlayım, çox qəddarsınız. Mən söz Yinişən verirəm. talanı. Sakit dayanasınız. Sakit dayanasınız. Sakit dayan. Döyməyim də sizi. İstəmirəm, əl qaldırmaq istəmirəm. Tərlayım, Aycan. bir dənə də əliniz olsaydı bunu tutardınız yəqin. Nəyi? Mənim. Hə, sən də tutarım. Tərlayım, amma bu mənzərəni necə sevirəm? Aycan. Xiyarsan bu da deyil. Sakit dayanasınız. Hə, Adamın başının dalından nə sərt basırsan. eləyəm mən. Hə, Niyə eləsən sən? başının alından səs basamam. Başı. Hə, çünki sənin kimi, sizin kimi pis uşaqlarla çox işləmişəm. Sən kimi Ona görə. Üzürsən Tərlayım, bir də söyüş söyməyəcəm. Söymə, zarafat Bax söymə. yerdə. Elə danışma da. Mən Pis də sözlər söyməyəcəm, işlətməyin. söz verirəm. Bu bölüm söyməyəcəm. Ay, Yox, sağ ol. bildi, Onda mən söz də- verdik. Söz verdim. Verdik. Əla, əlasın. Sən söz verirsən, Dumbilişko. Mən gəlib bilirəm. Verdin Söz, sən. Tərlayım, söz sən də ver. ver də Sən də Tərlayım. ver. Oradan. Ay tərlənəm. Aycan, Sən də ver də. mən də söz verirəm. Çünki mən o söz söyləmirdim ki. İşte bu. Nə dedin? Hoppa. Nə dedin? Hoppa. Zarafatla da pis söz demək olmaz. Yaxşı. Yaxşı. Belə bax. Yaxşı. Nə dedim ki? Mən deyəcəydim. Bəs gündəminə zaddan nəsə demək istədiyiniz bir şey var? Bəlkə nağıl Oxuyaq nağılı. oxuyaq. Onda belə nağıl nəsə mənə deyin də. Bir nağıl zad şey deyin. Belə sevindirin də, mənə həvəsləndirin mənim. Mənə Həvəsə həvəsə gətir, salın. həvəsə gətir. Həvəsə gətirin məni. Mürsə həvəsə gətir də. Şey müəllimi, əmivi. Tərlənəm, buna denən də. Ronaldinho. Bəli Tərlayım. Pis sözlər demə də, xahiş edirəm. Üzr istəyirəm. Üzr istəyirəm, yox da. Yox, Bax, yox, məsuliyyət götür artıq. Söz ver və onu əməl elə. Tərlayım, axı siz ancaq Mürsəli sevirsiniz. Ancaq Mürsəli sevmirəm. Bax, sən veriliş Sinif başlayanda qandı səni təriflədim. Dedim ki, keçən dəfə bizi komissiyanın qabağında üzümüzü ağ elədin. Amma sən elə deyirsən ki, yox, Üzün ötürək oldu ki. bizim üzümüzü ağ elədi də. Tərlayım, elə özü bökən də bağlı. söyləyir. Necə Yo, yo, o yo. elədi ki? Yəni ki, bizi belə deyim də, Tökdü yəni. komissiyanın Bəsdir də, mən də deyə bilərdim də oğlum. ayıb olsun Görürsən sənə. ki, demə. Tərlayım. Ayıb olsun. Ay Sən özdə Tərlayım. elə söz deməzsən. Aycan. Tərlayım, bir dənə qəşəng təklifim var. Aha. Bəlkə sənin sağından etibarən və sən də daxil üçümüz birləşək, Dumbinin ağzını Yo, yerləşdirək. elə söz yox, yox, elə söz demə. Çünki- Elə söz demə. Elə söz demə. Sən bir dəqiqə dayan. Elə söz demə. Üzr istəyirəm. Mən deyildim. Onda sən kimə Bildin mən yerləşdirək sakitləşdirdim. də? Aycan. Bəs kimə yerləşdirək? Niyə kimsə Tərlanə, yerləşdirməliyik? Ya sən dostlar, elə qaldın, sözlər nə deməyin də. Elə sözlər deməyin. Bəlkə Bu sən sözlər yerləşdirin. nağıl seçirik. Nəysə sakit Nağıl, yanın. Bu səfər nağıl adını oxuyacağam. Seçin. Yaxşı. Acgöz canavar və leylək. Elə danışma. Danışma elə. Yaxşı. Tərlayım. Yaxşını elə şey demə. Utancaq dənə. Baş aşağı sal biraz. Biraz belə Yaxşı dedin deməyinə tullanım qoyum. sakit. Ayıb olsun sizə. Ayıb olsun. Çox ayıb olsun. Sizə verdiyim əməklərə çox heyif. Çox heyif, çox heyif sizə verdiyim əməklərə. Demə, heç nə demə. Sən Dumbiyazada söyürsən ha. Heç bu qədər ləzzət eləmir. Amma Tərlayımı yerləşdirəndə Sakit dayan, sakit dayan. Sakit dayan. Tərbiyəli ol. Davay tərlənəm, nağıl. Nağıl adları çəkəcəm. Bəyəndiyinizə bu nəsə edin. Yaxşı. Axmaq və hiyləgər. Pas. Ya. 3 çoşqa və xain qurd. 3 roşka. Ola bilər ha. Çuşqa? Çoşqa da donuz balası. Bank. Bunu hələ ki saxla. Tülkü və 7 başlı əjdaha. Gedə bilər. Gedər. Baş var yəni. Biri də var idi, indi dediyim. Ayı tutmaq istəyən eskimoslar. Hə, tülkü və nə yox, nə dediniz oxuyun? Əjdaha, baş, 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 hə. Gözəl başlar. Başı. Hə. Hazırsınız? Hazırıq.
Biri var idi, biri yox idi. Tülkünün yuvasının yaxınlığına bir qoyun sürüsü gəlib çıxmışdı. Tülkü qoyunları, hətta quzuları yeməyi xoşlasa da, sürünü qoruyan çoban itlərindən yaman qorxurdu. Bu deyəsən keçən dəfə oxuduğumuz deyirdən deyən. Yo değil. Yəni baş olsaydı 100% yadımızda qalardı. Ayıb olsun. Buna görə də itlərin olmadığı yerdə məskən salmağa qərar verdi. Əslində belə bir sakit yer bilirdi. Günlərin birində həmin yerə köçdü. Təzə məkanda torpağı oyub özünə yeni yuva qurmalı idi. Yuva düzəltmək üçün torpağı qazmaq heç də çətin iş değildi. Bu nə lan? Çünki Baştan Hə, başladık. yəni bir dənə sakit başa deyəndə gətirdi. sakit deyəndə. Nağıl danışıram. Sakit deyəndə gözlə də adı nə idi sənin? Semiceng. Tərlənəmi? Hayır. Boş. Üstümə qışqırma da. Yaxşı, qışqırmaram. Üzr istəyirəm. Səsin- Dumbi. Adın nə idi sənin? Tombi. Dumbi. Hə. Dumbi, amma sən də elə hərəkətlər eləmə, yaxşı? Bombi. Yaxşı, başından böyük hərəkətlər eləmə, yaxşı? Başından Yaxşı. Yaxşı yerə Tamam, bax. Sakit deyəndə. Görsən. Görsən. Təzə məkanda torpağı oyub özünə yeni yuva qurmalı idi. Təzə məkana ofisiant qız axtarılır. Yuva düzəltmək üçün torpağı qazıb, yuva Uzatmaq. yuva düzəltmək üçün torpağı qazmaq heç də çətin iş değildi. Çünki bu yerin yumşaq, qumlu torpağını asanlıqla qazmaq olurdu. O istədiyim yerə gəldi. Hə. Yumuşaq işte. Yaxşı, yaxşı. Üzr istəyirəm. Tülkü yarım saat içində yeni, dərin bir yuva qazdı. Türkiyə bax. Amma birdən ayağının altındakı torpağın tərpəndiyini hiss etdi. Sonra da qəflətən böyük bir mağaraya düşdü. Nə mağara? Aşkım sən ilksin. Toz torpaq altından qurtulub Tost. gözlərini qaranlığa alışdırmaq üçün qırpanda qarşısında 7 başlı əjdahanı görərək Demək arada üzbəy oldu. Yaxşı da. Bir başlı Hə. əjdaha. 7 başlı əjdahanı görərək çox qorxdum. Sənə əjdaha lazımdır. İstəmədən sizi narahat etdim. Məni bağışlayın. İliyər də 7 dənə başlı. Qalsın yağışdı. Nəzakətlə dilləndi. Nəzakət. Əjdahadan yaxşı da, Ronaldinho. Əjdahadan səs çıxmadı. Əjdahasan qardaşım. Eləmə də. Ceyran. Sakit dayanıb nağıla qulaq asasınız, Hə, yoxsa qulaq nağıl danışmayım sizə? Tez Danış, danış, danış. Nağıl danışmayım yoxsa sizə? Tez o başı o xala görə nə olur tez o. Bəsdir. Yox, yox, yəni. Mənə bax, əjdaha başı. Ronaldinho. Elə sözlər Bir demə başlı də. əjdaha. Yaxşı, elə sözlər demə. Üzr istəyirəm. İstəmirəm elə. Elə də deyəm var, elə qalarsan, elə deyəm var. Hop. Hə. Əjdahadan səs çıxmadı. Bu dəqiqə gedirəm. Sizin yuvanızı tərk edirəm. Əjdaha geydi, o nə danışır? Hə, yox, bu tülküdür. Hə. Amma bir şey diqqətimi cəlb elədi. Orada niyə belə oturmusunuz? Tülkü bu dəfə soruşdu. Burada xəzinə var. Onu qoruyuram. Wow. Deyə Oradadır xəzinə. Burada da, əjdaha burada dedi. da. Burada. Elə sözlər deməyəsən, yaxşı bir də. Söz verdin indi. Mən verməm. Danışdıq. Demədim axı. Söz ver. Mənə söz Söz ver. ver. Danışdı. Söz ver dedim. Baxa, mənə söz ver. Söz ver. Söz verirəm. Ay sağ ol. Xəzinə var. Mən heç vaxt pulla maraqlanmamışam. Bəs bu xəzinə sizin nəyinizə lazımdır? Tülkü soruşur yenə. Mənim işim bu xəzinəni oğurlardan qorumaqdır. Ona görə də, tamamı elədir. Ona görə də daim onun keşiyini çəkirəm. Ona görə də iki Ona görə də mən həmişə, fazlalardan istifadə edirəm. Ona görə də mən həmişə daim onun keşiyini çəkirəm. Əvvəlcə yer qazılır. Sonra isə iki fazlalı xəzinələr yeşiyə yerləşdirilir. Hə. Sizi anlayıram, ancaq çöldən xəbəriniz varmı? Heç bilirsiniz günəş Millət, necə parıldayır? Kaş gəzib dolaşa biləydiniz. Gez dolan kafe, restoran, Babanın gül balası. Baban ölməyib Hey! yoldan verim gül Hey! balası. Elə sözlər demə də, yaxşı? İncə söz verin axı mənə. İncə. Hadi dedik İncə, də. incə. Əylə zadla danışma, yaxşı? Yaxşı. Ay, sağ ol. Tamam. Sənə girsin banan. Yaxşı, yaxşı, elə sözlər. Eləməyin də, eləməyin, qoyun nağlımı danışın da. Üzr istəyirəm. Mürsəl, sən nətər sinif komsan? Neyini mi? Mürsəl bunu Sakitləşdir də onları. Dərlam, nə sevim ki, o başıdır. Yaxşı da, Əjdahanın yaxşı. başı, əjdaha. yetti baş. Olmaz, xəzinəmi oğurlayarlar, deyə əjdaha cavab verdim. Bundan əvvəl nə demişdim? Dombal yemişdi. Bundan əvvəlki deyim, dialoqun mətni nə idi? Hə, Mən deyim. denən, sən denən. Əjdahaya demişdi ki,
çöldə günəş var. Ay, sağ ol. Afərin sənə Mürsəl. Halal olsun sənə. Sən bizim sinifimizin Fəxrisən. Qancığısan. Bəs də. Yaxşı, nə dedin? Nə dedin? Nə dedin? Sən qancığısan. Ey! Niyə elə sözlər deyirsən? haralsan? Niyə elə sözlər deyirsən, hə? Dumbi. Mürsəl Sən nə etmək lazımdır ki, elə sözlər deməyəsən? Nəyinə Bilirəm, sevsən elə neyləmək sözlər lazım. deməsən? Mən deyim, itələmək lazımdır. Yox da yox, sakit yan. 16 santimlik Yaxşı, sakit yan. Sənə neyləmək lazımdır? Sən Ayaqların nətər bir qaldırırsan, üslub istifadə etmək lazımdır ki, elə sözlər Üstümə işlətməyəsən? gəlmədən nə olur? Sən də ağzına yiyə dur da. Mən qoymursan axıra getməyə. Olmaz. Olmaz. Tərbiyəsiz. Dur, tərbiyəsiz. Bir dəqiqə. Ana ilə danışmağına bax. Tərlan əmi. Hacan. Söyüş söyməyətdə də. Söyüş söyməməli Söyle, yoxdur. söyle. Axı onu kim oğurlaya bilər ki? Kim onun yerini bilir? Əjdaha bu suala cavab vermədi. Tülkü isə dil boğaza qoymurdu. O nə düşür? İcazənizlə bir sual da vermək istəyirəm. Sən qoqili vurursan. Bu xəzinəni niyə belə qoruyursunuz? Arada bir xərcləyin, özünüzə gözəl şeylər alın. Tülkü bunu deyir əjdahaya. Heç elə şey olar. Tülkü sumda Ay işləyir. axmaq tülkü. Elə etsəm xəzinəm boşalar. Aç qalarsan. Of. Hə. Nəsə tələsiz. Tülkü çıxışa doğru yönəldi. Amma başını arxaya çevirib əjdaha ilə söhbətini davam etdirdi. Mənim sizin kimi 7 başım yoxdur. Of. Amma bir başımdakı beyinlə başım sizə bəs söyləyə bilərəm ki, dünyada sizin qədər Baş axmaq yoxdur. bir canlıya rast gəlməmişəm. Tərləm, qısaca sizi elə Yox, 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 yox. Bir söyüş Hə, söyməyətdə. üzürsün. Elə söz Yadına işlətsənə əgər, elə söz işlətsən. Dumbini sənə soxacam, eşitdin? Sakit yan, sakit yan. Çünki sən və ayaqların sənin də cəzası. Çünki belə bu hərəkətimə görə. Sakit yan, sakit yan aslan. Tərlanmaq istəmədim. Yaxşı, 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 sakit yan. Balıq Ə, Kim istəyir? Siz elə zənn edirsiniz ki, xəzinəni ovucunuza tutmusunuz. Amma əslində o xəzinə sizi zəncirləyərək dünyadan təcrid edib, Sadomazo.əsirinə çevirib. Sadomazo. Mənim bir qara qəpiyim olmasa... Sakit yan. Sakit yan. Mənim bir qara qəpiyim olmasa da... Üzür istəyirəm. Üzür istəyirəm. Tamam bir dənə. Ay bu ne? Bırak beni. Eləmə də. Təpə bəzdim, gördün? Təpə. Hə. Hacan. Səs salanları s***. Yox. Yox. Mən elə bir şey Səlahiyyət vermirəm elə bir səlahiyyət. Söyüşlü səlahiyyətlər vermirəm heç bir yerdə. Elxan səlahiyyət. Mənim bir qara qəpiyim olmasa da azad və şən yaşamağa üstünlük verirəm. Salamat qalın. Nəsimin Hələlik. sözləri bu. Sağ olun. Bir dəqiqə deyəm, tülkü puldan uzaq qalsa da öz xoşbəxt və azad həyatına davam etdi. Ay Allah, mən çox bəyəndim bu nağılı. Niyə? Obşim tülkü transda da azad Tülkü burada olur. pis bir heyvan kimi təsvir olunmadı. ilk dəfədir. Alman nağılıdır bu. Alman dönəri. nağılıdır, yes. Alman nağılında tülkü pis heyvan kimi təsvir olunmayıb, əksinə yaxşı bir heyvan kimi təsvir olunub. Heç deyim ki, əjdaha da belə çox nə bilim də belə Ejdahasan belə pis bir heyvan kimi təsvir olunub. O da ki, yəni də nə olub? Görmürsən tərlərəm gəlir daldan yaxınlaşır. Hop, ejdahanın da bir başı danışdı tərlərəm. Zarafasız hə, 7 baş olmağının heç bir mənası olmadı. Bir başda əjdaha olsaydı, yəni onsuz da Demək iş ki, görərdi. İki dənə, üç dənə də bəs eləyirmiş, Ya heç bir dənəsi də məncə bəs eləyərdi. 7 baş istərəm, bircə dənə qız gəlir. Hə, belə. Bu nağıldan indi hansı nəticəni çıxartdıq? Heç nə nəticə çıxartmam. Bu Ronaldinho fikri, sən? O nəticəni çıxartdıq ki, Aha. 7 də başda olsa, Mhm. biri bəs eləyir. Ay, sağ ol. Ay Gözəl. bundan Sən ye. bəs? Çox belə göylə getmək lazım deyil. Buradan o nəticəni çıxartdın. Belə də yəni. Ronaldinho sən, adın nədir sənin? Dumbi. Dumbi sən başqa məktəbə göndərmək lazımdır. Ostan. Demək də hop. Tərlan əmi, mən dedi Həzən. ki, ostan diyor. Elə demədi, sən elə eşitmisən. Elə dedi. Sən elə Sonra demir. kişiliyinə nə dedin sən? Kişiliyinə nə dedin Mürsəl? Eləmi? Hayca. Gedim ağzını verin. Yox da yox. Yox. Yox da yox. Baş Yox, oldu. yox. Ağzını bağla, dayan. Söyüş söymə. Söyüş söymə. Dəvəmi. Eləmə, sən də söymə. Yox da mən ona dedim. Eləmə də olmaz. Ay gözəl Mürsəlim, olmaz. Ay, Elə sözlər demək olmaz. Sözümü Xahiş də- edirəm də sizdən. Çox xahiş edirəm. Bir böyüyünüz kimi, bir əminiz kimi xahiş edirəm ki, elə sözlər işlətməyin. Özə sən məndən yaşca da böyüksən, ay Mürsəl. Sən vəbşi işlətməməlisən. Zarafas o nə attırır burada? Mən başa Yaxşı da yaxşı, elə sözlər dedim axı. Demə. üçün buradayım. Elə demə, danışmayın da elə. Dəvəmi.
Ay can. Dələm, mən olar tualetə gedim. Qoqlu vurum. Yox, olmaz. Ne? Dərsdən sonra eləyərsən. Nə Dərsdən sonra edirsənsə qobil dərsdən olar. sonra. Biz də eləyə bilərik. Sakit. Dərsdən Dərsdən sonra sonra qobil gedib olar. tualetdə nə istəsiz eləyə bilərsiniz. Get Amma tualetdə tövsiyə üz. eləmirəm eləyəsiniz. Yaxşı. Hə, dostlar, bir şeirdən zaddan nəyisə var. Mənə bir 5 dəqiqə verin. 5 dəqiqə verək, yaxşı. Dələm, olar mahnı oxuyum. Oxu görək. Ronaldinho bir dənə mahnı oxusan. Sən təmiz hislərin qənimi, ya da sevgi bəstəmisən, nə ağlamısan. Amma sən Başqa bir qəşəng mahnılardan bir şey oxu da. Tərdən sən həmişə məni burada tək qoyursan. Mən tək qoymuram. Mən sənin yanındayam, Dumbi. Tək qoymada çağır bir yerdə qoyar. Ay olsun, nə sözlər deməyim. Nə sözlər Mən deməyim. sizə şeir yazmışam evdə. Oo, Denə şeir. Mən qulağıma Yox, denə belə deyə bilərsən. tanıram. O 2 verəm. Yox, o sözləri işlətmə də. Yaxşı, o 2 dəcəl. Hə. Mənə nəsə deyir. Heç nə Kandıracaq deməyəcəklər. məni. Xahiş edirəm, heç nə deməyəcək. Çox xahiş edirəm, yo, heç nə biz onu deməyəcək. sevirik. Onu yox, o mənə şeir yazıb indi. O mənə şeir deyəndən sonra nəsə deməyin. Hə, yaxşı. Yaxşı. Nə deyir? Tərlan müəllim, deməli, əlimdə imkanım ola, ürəyində yurt salaram. Qovsan da tərk eləmərəm, ömürlük orada qalaram. Bu ağzıma Ha, verin. yox. Üzr Şax istəyirəm. emosionallaşmışdı. Yo, Dumbi, gəl. Dumbi, mənim 7 dənə başım olsa, Yaxşı da yox. birini də soxmaq Yox. yesin. Yox. Nə sözlər demə. Dumbi, yo, utanma. Yox. Qulağıma baxıyorum. Elə sözlər demə də. Görsən axı emosionallaşmısan. Bax görsən sən nətər adamsan sən? Nətər Uşaqsan. uşaqsanmı? Nə deyim? Uşaq ağzını sıxır. Hey, yox da. Mən bu qədərəm. Eləsə o buranı katla yaxşı Mürsəl. Yaxşı. Dələm, mən bu başı vermək istəyirəm Mürsələ. Hansı başın? 7 başı olmasa da bir baş var verirəm. Hansı bir baş? Nə başı idi o? Öz başıma. Hə, öz başı bu. Səndəki Qona 7 başa sənin yanında deyil. qulaq qurban verirsən. Hə, Mürsəl. Nə idi sənin adın? Dumbi. Dumbi. Hə. Bombi. Gözəl idi şeiri, Çox sağ bəyəndim. ol Tərlan. Yerdə Həmişə belə çalış, Məclislərdə görüşək. məclislərdə görüşməyə çalış, oxu, öyrən, araşdır. Yaxşı? Tərlan əmi çıxanda nə edirsən? Nəyə görə ki? Gedək nəsə yeyək də. Yox şiir. Apar onu bir dənə iynəsin, vur özünə Yox da gəlsin. yox. Ya elə sözlər demə. Mürsəl sən nə deyəsən? Elə bir dənə banan infosu ilə başını bağlayırsan bu Hə, bölümə. Tərlan, mənim şeirim zadım yoxdur. Yaman zəif hazırlaşırsınız ha siz. Bu tərəf ümumiyyətlə yaman zəif hazırlaşır. Hə. Amma oxuduğum mahnı, bir qəşəng mahnı oxu görək. Çak. Nəsə bir əyləncəli mahnı oxu, belə oynaya-oynaya. Döbüdüb. Dələm, riski soruşur. Siz ona görə bilmirəm. Riski soruşuruq deyəndə. Riski bas. Ay olsun. Hə, bir oxu görək nəsə oxu da. Həmişə oxumursan. Ceyran. Baharın mahnısını oxu da. Düz deyir, Yo, hə. yo, baharın mahnısını pis deməyin. Bağır mahnısını ki, biz burada mahnı oxuyanda istəmirik ki. Nəsə bir gözəl bir, şən bir mahnı oxu da. Dələmi, üzr istəyirəm, amma növbəti bölümdə mahnı oxuyacağam, tapacağam, söz verirəm. Söz verirsən? Söz Kişi verirəm. sözü verirsən? Söz verirəm. Kişi sözü verirsən? Ver də. Hə, Allahsan. Şey yoxdur, bir dənə söz Sən versən aç də. ver. Bəsdir də. Yox da. Sözlər danışma. Ayıb olsun sənə. Görmürsən? Sənə çox ayıb olsun. Bir də elə sözlər işlətsən, Tərlan əminin bu başını yox. Sən təmiz hislərin qənimi, ya da sevgi bəstəmisən, nə ağlamısan.